Qrenlandiya və Qəzzadan sonra növbə Zəngəzura çatacaq. Bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib. Onun sözlərinə görə Ermənistan Qrenlandiya və Qəzza məsələlərinin həlli üçün təkliflərə əməl etməlidir. Çünki bu, Sünik Zəngəzurda baş verəcək. 1945-ci ildən sonra yaradılan dünya nizamının necə dağıldığını görürük. Trump bütün dünyanı özünün sülh şurası vasitəsilə idarə edəcək. Birləşmiş Millətlər Təşkilatı var idi, lakin Trump bəyan etdi ki, dünyanın sahibi artıq onlardır. Onlar Qəzzadan mülk kimi danışıqlar. Bu bizim üçün vacib mesajdır. Çünki Ermənistanda 74% Amerikaya məxsus olan Zəngəzur dəhlizi var. Xaçikyan hesab edir ki, Qrenlandiya məsələsində suverenlik güzəşt ediləcək və hərbi bazalar qurulacaq. Qrenlandiyada suverenlik güzəşt edilirsə, Qəzzadan mülk kimi bəhs olunursa, eyni şey Ermənistanda da olacaq. Sünik Zəngəzurda bunu görəcəyik. O iddia edib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.